Hər vaxtınız xeyir, xoş gördük sizləri. Yenidən mən Nailiyə Axundova bugün sizlərlə situasiyalı məsələlərin həllinə baxacağıq. Biz bundan öncəki videoda birdən 11-ə qədər olan situasiyalı tapşırıqların həllinə baxmışdıq. Artıq 12-ci tapşırıqdan başlayaraq davam edək. Deyir Ceyhun, bağ evi üçün hər birinin həcmi 30 kub metr olan düzbucaqlı paralpet və silindr formasında 2 çən aldı. Paralpet formalı çənin oturacağının tərəfləri 3 və 5 metr, silindr formalı çənin oturacağının radiusu 2 metrdir. Yəni, bura 3 olsun, bura 5'dir. Bizdən soruşur, paralpet formalı çənin hündürlüyünü tapın. Hər iki çənin tutumu 30'dur. Bilirik düzbucaqlı paralpetin həcmi ABC'dir. 3 vur 5 vur C 30'dursa, onda hündürlüyü 2'dir. Birincinin cevabı 2'dir. İkincində, silindr formalı çənin səthinin sahasını tapın. Çənin səthi 2 pi vurulsun, R plus H-la tapılır. Amma bizə lazımdır buradakı hündürlük. Hündürlüyü də gedirik, həcmdən tapırıq. Silindrin həcmi söhbət gedir 35-ci tapşırıqdakı, yəni buradan gelirik yazmağımıza. 35-ci tapşırıqdakı H-dan V bərabərdir pi, R kvadratı H-ı bərabər edirik 30'a. Pi-ni də deyib 3 qəbul elə. R-imiz də 2'dir, şərtdə də veribdir. 3 vur, 4 vur H bərabərdir 30'dur. H da bərabərdir 30 böl 12. 6'ya da ixtisar apardım. 2'də 5'dir. Gətir burada hündürlükdə yerinə yazacağım. 2 vur 3 vur radius 2'dir. Vur 2 plus 2'də 3. 2'də 5. Bu bərabərdir. Baxaq nələri burada sadələşdirəcəyik. 2 vur 3 vur. Yəni bunu 6 vur 2 kimi yazacağım. 2 ilə də 2'də 5'i toplasam. Bu da edir 2'də 9. 2'lərdə ixtisar gedir. Bərabərdir 54. 35'in cevabı 54'dür. Gedək 36'ya deyir çənlərin hər ikisinin yan səthi rənglənməlidir. 1 kvadrat metrədə 0.2 litr boya sərf olunarsa, yan səthinin rənglənməsi üçün nə qədər boya tələb olunur? Hər ikisinin yan səthinin sahasını tapaq. Esyan paralpet plus esyan silindr. Bu bərabərdir. Esyan paralpet 2C vurulsun. A plus B de burada C hündürlük rol oynuyor. Paralpetin yan səthinin sahası 2 pi R H'dır. Bu da bərabər 2 vur C'imiz 2'dir. Çünki bunun hündürlüyünü 2 tapmışdıq. Oturacağım tərəfləri 3 ilə 5'dir. Plus 2 vur 3 vur R silindrdə 2'dir. Hündürlüyü də 2'də 5'dir. 2'lər getsin. 4'ü vurdum 8'e 32'dir. Üzərinə də 30 gəldim. Bu da bərabərdir 62'dir. Bizdən də soruşur. Bu 62 kvadrat metrdir. Bu qədərə neçə litr boya işlənər? 62'ni vururam 0.2'yə. Bu da bərabərdir 12 tam. Onda 4 litr boya işlənilər. Çalışma 13, situasiya 13 bunun analıqıdır. Videonu saxlayın. Birinci özünüz işləyin. Sonra videoyla yoxlayın. Yenə deyir ki, bağ evi üçün hər birinin həcmi 24 kub metr olan düzbucaqlı paralpet şəklində silindr formasında 2 çən aldı. Paralpet formalı çənin oturacağının tərəfləri biri 3'dür, biri 4'dür. Silindr formalı çənin oturacağının radiusu 2'dir. Paralpet formalı çənin hündürlüyünü tapın. Yenə V, ABC düsturundan 3 vur, 4 vur C 24'dürsə, C'imiz 2'dir. Hündürlüyü 2'dirsə, 37'in cevabı 2'dir. Silindr formalı çənin səthinin sahası yenə 2 pi R vurulsun, R plus H tələb olunur. S tam, silindrin tam səthinin sahası. Amma burada yenə mənə H lazımdır. Gedirəm həcmə V pi R kvadratı H bərabər 24'dən 3 vurulsun 2'nin kvadratı vur H 24 ise H'ımız da olacaq 2. Getirib düsturda yerinə yazırıq. 2 vur, 3 vur.
Hündürlükdə 2-dir. Radiusda 2-dir. Bu da 48. 12 vurulsun 4. Və 39 kəllərin hər ikisinin yan səthinin sahəsini rəngləmək üçün esyan paralpeti araşdırırıq. Esyan silindri araşdırırıq. Aldığımız cavabı 0.2-yə vuracağıq. Paralpetin yan səthinin sahəsi 2C vurulsun. A plus B. Silindir də 2 pi r h bərabər 2 vur. C'nin yerinə 2, A ilə B-nin yerinə 3 plus 4 plus 2 vur, 3 vur, 2 vur 2. Bu da bərabərdir 4 vur 7, 28. Üzərinə gəl 24. Bu da bərabərdir 52. 1 kvadrat metrə 0.2 litr boya sərf olunursa, onda 52-ni vururuq 0 tam, onda 2-yə. Cavabımız 10 tam, onda 4 litr boya sərf olunar. 39-un da cavabı 10 tam, onda 4. Gedək situasiya 14-ə. Bu qəşəng sualdır elə. 40% A məhlulu ilə 55% B məhlulunun deyil qarışdırırlar. A məhlulu ilə B məhlulunun hər ikisinin qarışığından alına bilən məhlulların faizlərinin tam qiymətləri üçün medianı tapın. Əvvəlcə bunu müəyyən edək ki, 40% məhlulla 55% məhlulu qatdıqda alınan qarışım onun kütləsindən asılı olaraq 40 ilə 55 arasında dəyişə bilər. Medianı deyəndə 40 ilə 55-i toplayıb da yarı bölə bilərsiniz və ya 41, 42, baxın bu cür yaza da bilərsiniz. 44, 45 ta ki 55-ə qədər 50-dir, 51-dir, 52-dir, 53-dür, bir də 54-dür. Çünki bizə deyir, alına biləcək faizlərin tam qiymətlərinin medianını tapın. Cəm burada nə qədər tam ədəd var? Onu necə müəyyən edirəm? 55-dən 40-ını çıxıram, 1-ini də çıxıram, 14 dənə. Bəs median hara düşür? Yarı bölürəm 14-ü, axı cüt saydadır. 7-ci ilə 8-ci hansıdır? 1, 2, 3, 4, 5, 6, 7. 7-ci ilə 8-cinin cəminin yarısına. Yəni 47 plus 48 bölü 2. Bu da bərabər 47 tam, onda 5. Medianı 47, onda 5-dir. Bu qarışıqlardan alına bilən faizlərin tam qiymətlərdən biri seçilir. Cəm 14 tamım var və onların baxın deyir 6-ya bölünən olması ehtimalını tapın. 6-ya bölünən 42-dir, 48-dir və 54-dür. Yəni mümkün hallarım 14, əlverişli halım 3-dür. Cavabımız 14-də 3-dür. Hər iki məhlulu qarışdırdıqdan sonra alınan yeni məhlul 45% 40 litrdirsə, bizə deyir A məhlulunun miqdarını tapın. Baxın bu A məhluludur. Bu da B məhluludur. İkisini bir qaba tökdükdə A plus B məhlulunun kütləsini verib bizə 40. Bu 45%-lıdır. A məhlulu 40, B məhlulu 55%-lıdırsa, belə bir düsturumuz var. M1 P1 plus M2 P2 iki məhlul birlikdə bir qaba tökdükdə alınmış məhlulun faizi M3 P3-dür. Amma əgər ikisi birlikdə 40 litrdirlərsə, onda B 40 çıxılsın A deyilmi? Onda A'yı vururam 40-a, 55-i vururam 40 çıx A'ya bərabərdir 40-ın 45%. Həmin bu 40. Bu 40 deyil də, A'nın 40% deyil. Kütlə 40-ın litrdən çıxıram A'nı. Gəlin sağlı sollu bunları 5-ə də ixtisar aparıram. 5-ə böldükdə 8 dəfə, 5-ə 11 dəfə, 5-ə böldükdə 9 dəfə. Bu da edir 8-a üzərinə gəl 440 çıx 11-a bərabərdir 360, mənfi 3-a bərabər mənfi 80, A da bərabərdir 80 bölü 3, bu da bərabərdir 26 tam, 3-də 2 litr. Bizdən də soruşurdu ki, A məhlulunun miqdarını tapın, 26 tam, 3-də 2 litr. Bu 15-ci situasiya 14-ün analıqıdır. Məsləhətim sizə bunu özünüz işləyin, videonu saxlayın və yenidən yoxlayın. 50%-lı A məhlulu ilə eyni növ 30%-li B məhlulundan müxtəlif qarışıqlar deyil hazırlanmalıdır. A məhlulu ilə B məhlulunun hər ikisinin qarışığından alına biləcək məhlulların faizlərinin
tam qiymətləri üçün median tapın. 30 ilə 50 arasında alına bilər faizlər. Nə 30-dan aşağı ola bilər, nə 30 ola bilər, nə 50, nə də 50-dən yuxarı. O ikisinin arasında ala bilər faiz olaraq. Və medianı deyəndə burada 30-dan da 50-yə qədər ədədləri yazmağa ehtiyac yoxdur. Az öncə fikir verdiniz. 40 ilə 55 arasında dedim, elə 40 ilə 55-də toplayıb yarı bölə bilərsiniz. Elə 30 ilə 50-ni topla yarı böl. Bu da bərabərdir 40 faiz. Medianı 40 faizdir, yəni 40-dır tam olaraq. Və bu qarşılıqlardan alına bilən faizlərin tam qiymətlərindən biri seçilir. Baxıram, varaqda neçə tam ədəd var? 50-dən 30-un çıxıb, birini də çıxıram. Bu da bərabər 19 dənə. Bəs bunların içindən 4-ə bölünən ədəd olması ehtimalı 32-dir, 36-dır, 40-dır, 44-dür və 48-dir. O aralıqda 4-ə bölünən 5 ədədim varsa 19-da 5-dir. Hər iki məhlulu qarışdırdıqdan sonra alınan yeni məhlul 46 faizli 50 litr olarsa A məhlulunun miqdarını tapın. Yenə bu olsun A məhlulu. Bu 50 faizlidir. B məhlulu 30 faizlidir. Getdik o ikisini bir qaba tökdük. Alınmış A plus B məhlulu deyir 50 litrdir və 46 faizlidir. Onda belə çıxır ki, həmin bu B məhlulunun kütləsi 50 çıxılsın A-dır. Yenə M1 P1 plus M2 P2 bərabər M3 P3 M-lər kütlələr, P-lər faizlardır. 50-ni vururuq A'ya, kütlə vurur faiz, plus 30-u vururuq 50 çıx A'ya, yenə kütlə vur faiz bərabərdir 50 vurulsun 46. Sağlı sollu bunların hamısını gəlin bölək 10-a. Sıfırları hər birindən atıram. Onda olur 5A üzərinə gəl 150 çıxılsın 3A bərabərdir 230. Onda 2A bərabərdir 80. A da bərabərdir 40 litr. A məhlulu 40 litrdir. Situasiya 16. İstixananın aşağı hissəsi, hündürlüyü 3 metr, həcmi 1080 kubmetr olan düzbucaqlı paralpet. Yuxarı hissəsi isə radisi 3 metr olan yarım silindirdir. İstixananın əhatə etdiyi torpaq sahəsinin hər bir kvadrat metrinə 9 ştil əkilmişdir. Bu ştilin, bir ştilin qiyməti 3 qəpik. Deyir, olarsa istixanaya əkilən ştillərin neçə manat xərclənib? Gəlin əvvəlcə, yəni bunu böyüdüm ki, buradan həmin o hissənin ölçüsünü görəsiniz siz yandan. Demək, bizə nə deyir? Deyir ki, istixananın hündürlüyü 3 metrdir və həcmi 1080-dirsə, mən bu 1080-i aşağı hissəsinin hündürlüyü, ümumi həcmi də 1080 kubmetr olan düzbucaqlı paralpetdir. 1080-i bölürəm 3-ə, bu bərabərdir 360 kvadrat metr. Yəni, bu oturacağın sahəsi 360 kvadrat metrdir. Bu 301 kvadrat metrə 9 ştil əkilibsə, bəs 360 kvadrat metrə nə qədər ştil əkilib? Mən onu tapmalıyam. Deməli, 360-ı vururam 9-a, bu da bərabərdir 3240 ştildir. 3240 ştil. Bu sayda ştilimiz vardı. Bir dənə düz vuraq da, bir dənə səhv gedərik. Yox, düzdür. 3240 ştilimiz vardı. İndi deyir ki, 3240 ştili birinə 3 qəpik verilibsə, neçə manat pul xərclənibdir? 3240-ı vururam 3-ə, manat deyir deyə, axı o 3 qəpikdir. Bölürəm 100-ə. Bu sıfırla, bu sıfır getsin. Həm bu 324-ü vururam 3-ə. Bu da eləyir 972. Ona da böləndə 97,2 manatdır. Buna verilib 97,2 manat. İstixananın səthinin tam örtülməsinə ən azı neçə kvadrat metr polietilen örtük lazımdır? Fikirləşir ki, biz bu istixananı örtmək üçün hansı hissələrə polietilen vuracaq? Bir düzbucaqlı paralpetin yan səthinin sahəsidir. Bir də fikir verin, bu silindir ki var. Silindirin tam səthinin sahəsinin yarısı.
Yəni mənə lazımdır esyan paralpet araşdırıb, bir də estam silindrin yarısı. Yəni 2C vurulsun A plus B, bir də üzərinə gəl pi 2 pi r vurulsun r plus h-ın yarısı. Bu 2 ilə də bu 2 gedəcək. İndi gəldik bu hissəyə. Baxın, əgər ki silindrin radiusu 3-dürsə, onda bu hissə 6 deyilmi? Yəni düzbucaqlı paralelpetin bir tərəfi 6-dırsa, oturacağının baxın tərəfi, əgər mən buna bir x desəm, x vur 6 360-dırsa, x-imiz də 60-dır. Yəni bu 60 silindirdə hündürlük, düzbucaqlı paralelpetin oturacağının uzunluğu hesab olunur. İndi 47-nin davamını buradan yazaq. Bax, bu hissənin buradan yazaq. 2 vurulsun, hündürlük 3-dür. Oturacağın tərəfləri biri 6-dır, biri 60-dır. Üzərinə gəl, pi vurulsun, radiusu 3-dür. Vur, 3 plus, hündürlüyü də 60-dır. Bu eləyir 66. 66-nı 6-ya vururuq, 396. Üzərinə gəl, 3-dən 60. 63, 3'e vuranda da 189 pidir. Bu da 47-mizin cavabıdır. İndi 48-də. Deyir, əkilmiş ştillərin bəziləri qurudu, qalanları isə böyüdü. Təsadüfən seçilmiş bir ştilin böyümə hadisəsinin ehtimalı 0,95 olarsa, qurumuş ştillərin sayını tapın. Əgər 0,95-i böyüyübsə, bəs quruma ehtimalı 1 çıx 0,95 0,5 deyilmi? Bu da eləyir 20-də 1-dir. 3240 ştilin 20-də 1-i quruyubdur. Bu sıfırdan bu sıfır geçsin. 324'ü 2'ye böldükdə 162 ştil. 162 ştil quruyubdur. 48'in də cevabı 162. Situasiya 17 yenə eyni tiplidir. Siz saxlayırsınız videonu, yenidən özünüz işləyirsiniz. Yenə mən bu şəkli böyüdüm, siz rahat görəsiniz ölçüləri. Demək, yeni istixananın aşağı hissəsinin hündürlüyünü bizə veribdir 4'dür. Baxın, silindrin radiusunun 3 olması yenə bu hissənin uzunluğunun 6 olması deməkdir. Düzdürmü? Həcminin 960 olması paralelpetin B bərabərdir ABC-də. C bilirik axı 4'dür. A vur, B vur, C bərabərdir 960'dırsa. Mənə AB lazımdır ki C'nin yerinə 4 yazsam. Bu etdi mi? 240. Oturacaq bura. 240'dır sahəsi və buradan artıq bir tərəfini də bilirəm. B'nin yerinə 6 yazsam, 6 vur A bərabərdir 240. 240. A da bərabərdir 40'a. Onun hündürlüyü də olacaq 40'dır. Bu hissədə 40'dır. Bura A'dır. Burada B olsun. Bu da C'dir. Radiusu da 3'dür. Deyir, 1 kvadrat metrə 8 ştil əkilibdir. Bəs ştilin birinin də qiyməti 4 qəpikdirsə, istixanaya əkilən ştillərin neçə manat xərclənibdir? Birinci 240 kvadrat metrə 8'ə vursam, baxaq nə qədər əkilib. Demək, 1920 ştil əkilib. Və biri də 4 qəpikdirsə, həmin o 1920'ni vururam 4'ə, bölürəm 100'ə, manata çevirirəm. 2 0 geçsin. 4'ü 192'ye vuranda etdi mi? 768. Böləndə də ona, bu da 76 tam, onda 8 manat pul xərclənibdir. Bu oldu 49'un cavabı. İndi 50'də. Deyir, əkilmiş tillərin, burada 51-ci, daha doğrusu bu 51-cidir. 50-ci yenə istixananın polietilenlə ölçülməsi vardı. Sadəcə aşağıda qalıbdı. Elə mən bir də səhifəni dəyişmədən buradan deyim. Demək, S yan 50-ci necədir? Az öncəki tapşırıq kimi nə qədər polietilen neçə kvadrat metr polietilen lazımdır. Bu cür. Bunu bax bu hissələri fikir verin. Bu hissələrə polietilen vurmaq üçün. Esyan paralelpet plus estam
silindrin yarısı. Bu bərabərdir. Paralelpetin yan səthi 2C vurulsun A plus B plus 2pi R vurulsun R plus H'ın yarısı. 2 vur hündürlük 4'tür. Oturacağın tərəflərindən biri 6, digəri 40'dır. Bu 2 ilə də bu 2 ixtisar gedir. Pi vurulsun. Radius 3'dür. Bir də vurulsun 3. Üzərinə gəl 40. Bu 46'nı vururuq 8'ə. Bu edirmi? 368. 368'in də üzərinə gəldirəm. 43'ü vuranda 3'ə 129 pi-dir. Bu oldu 50-ci tapşırığımız. İndi 51. Deyir, əkilmiş dillərin bəziləri qurudu və qalanları isə böyüdü. Bizim burada ştil sayımız vardı, onu da sildik getdi. Bircə dəqiqə 1920 ştilimiz var idi. Deyir, bəziləri də qurudu, böyümə ehtimalı 0,85'dir. Qurumuş dillərin sayını tapın. Bəs böyümə ehtimalı 0,85'dirsə, onda quruma ehtimalı 1/0,85 0,15 değil mi? Quruma ehtimalı. Nə edəcəyik? Həmin bu 1920'ni vururuq %15'ə. Bu sıfırla bu sıfır aparıram. Baxaq nələr gedir. 5'ə 2, 5'ə 3. 2 ilə də 192'ni ixtisar aparım. Burada bir 3'ümüz qalır. Geriyə nə qalır? 3 vurulsun 96. Yəni 288. Qurumuş dillərin sayı 288'dir. Baxaq, çalışma, situasiya 18. Yenə bu qəbula düşən suallardır bunlar. Burada yer eləyək özümüzə. Deyir, iki qardaş ABC düzbucaqlı üçbucaqlığında C bucaqlı 90 dərəcə verib, torpaq sahəsi nedir? Öz aralarında şəkildə göstərilən kimi bölüb və bütün sahəyə kartof əkib, birlikdə eyni məhsuldarlıqla 1000 kiloqram kartof yığdılar. Payına düşən kartofu kiçik qardaş hər birində 10 kiloqram, böyük qardaş isə hər birində 15 kiloqram olmaqla kisələri qablaşdırdı. Böyük qardaş özünə aid ADYC sahəsinin ətrafına hasar çəkdi, bu hasarın uzunluğunu tapın. Gəlin birinci baxaq. Baxın, ipucunuz buradan olsun. Bura alfadır, bura betadır. Bura alfası yuxarıda betadır, düzdür. Onda 3 bucaq 52'lə. 3 bucaq ABC ilə oxşardı 3 bucaq YBD. Yəni AB'nin YB'yə nisbəti, BC'nin DB'yə nisbəti bərabər AC'nin YD'yə olan nisbəti. Baxaq, nə verilib bizə? Verilənlər BD'miz 16'dır. DY'miz 12'dir. AC'miz 24'dürsə, birinci buradan gedə bilərik də, BC'ni taparıq. BC bərabər 16 vur 24 böl 12 bərabərdir 32. Yəni bu qədər məsafə 32'dir. Mən buradan Pifagora görə AY'ni də, BY'ni də tapa bilərəm. Düzdür? BY bərabər kök altında 16 ilə 12'nin kvadratları cəmi. 256 plus 144 400. Bu da bərabərdir 20'dirsə, geriyə YC'nin payına nə qalır? YC 32'dən 20'sini çıxıram, 12 qalır. Bura 12'dir. Sonra YB bura 20 idi. Artıq AB'ni də Pifagora görə də tapa bilərəm. Elə bu ikisindən də tapa bilərəm. AB bərabərdir. 20'ni vururam, 24'ə bölürəm. 12'ye bu da bərabərdir. 40'dırsa, onda AB bərabər deyil mi? 40 çıx 16, yəni 24. Onda həmin bu böyük qardaşın ADYC sahəsinin perimetri 24 plus 24 plus 12 plus 12 bərabərdir 72 metrdir. Deyir, yığılan kartof qardaşlar arasında öz ərazilərinin sahələrinə mütənasib bölünərsə, keçək 53'ə. Fikir verin,
Oxşarlıq əmsalımız nə idi? Bir dənə geri qayıdacağam yenə həmin hissəyə. Oxşarlıq əmsalımız nədir? 24-ün 12-yə nisbəti. Düzdür? Bax, bunu da 32 tapmışdıq. Bunu da 40 tapmışdıq. Oxşarlıq əmsalımız 40-ın 20-yə nisbəti 2-dir. Bu nə deməkdir? Böyük qardaşının, ABC-nin daha doğrusu, S, ABC-yə bir S1 deyək, S, BD-yə də deyək bir S2. Yəni, S1-in 53-cü tapşırıq. S1-in S2-yə nisbəti bərabərdir. K kvadratı 4-dür. Bu məxrəcdə 1 deyilmi? Yəni S1 4S-dir. S2 sadəcə S-dir. Əgər bura S-dir, ümumi bura 4S-dirsə, onda S, A, D, Y, C qalırmı? 4S çıx S bərabərdir 3S. Yəni, sahə necə bölünüb? S, B, D, Y-nin S, D, Y, C aya nisbəti bərabərdir 1-in 3-ə nisbətində. Deyir ki, kartof sahələrə mütənasib bölünübdür. Yəni, mini böləcəyik həmin o 1 ilə 3-ün cəminə. 250 kiçik qardaşa 250 kiloqram, o bir hissədir. Böyük qardaşa 250-ni vururuq 3-ə, 750 kiloqram kartof düşür payına. O nisbətdə bölüblər. Sonra bizə deyir 54-də. Bizdən burada soruşurdu, kiçik qardaşa neçə, onu tapdıq zaten 250. 54-də deyir ki, kartof yığılan kisələrdən ikisi götürülüb yardım məqsədi ilə uşaq evinə göndərildi. Göndərilən kisələrdən yalnız birinin 10 kiloqram olma ehtimalını tapın. Kiçik qardaşın 250 kiloqram kartofu var. Onu 10 kiloqramlıq kisələrə yığılıb. Yəni 25 kisə kiçik qardaşındır. 750-ni bölürük. 15 kiloqramlıqlara yığıb. 50 kisə. Bu böyük qardaşındır. İkisi yardım məqsədi ilə 2 kisə göndərir uşaq evinə. O 2 kisədən biri 10 kiloqramlıq. 10 kiloqramlıqlar kiçik qardaşa məxsusuydu. Olma ehtimalı, yəni digər də 15 kiloqramlıq olmalıdır. O da böyük qardaşa yəni məxsus olan kartof kisəsi olmalıdır. Ehtimalını araşdıraq. Kiçik qardaşın 10 kisə 25, kiçik qardaşın 25 kisəsi var. Ondan birini götürəcək. Komilzon 25-dən 1 vur. Böyük qardaşın 50 kisəsi var, birini götürəcək. Ümumi 75 kisədir, ikisini götürəcəklər. Mümkün olar 75-dən 2, əlverişli alırlar. Komilzon 25-dən 1, yəni 25 vur 50 böl 75-dən 2, 75 vur 37-də. 25-dən gedir 3, 3-ü 37-yə vurduqda 111-də 50-dir. Cavabımız 111-də 50. Gedək, 19-cu situasiya eynidir. Gəlin, buradan yenə geri edək yazmağımıza. Eyni situasiyadır. Yenə saxlayın videonu. Özünüz işləyin bunu. Sonra video ilə yoxlayın. Yenə ABC düzbucaqlı, üçbucaq formasında olan torpaq sahəsini öz aralarında şəkildə göstərilən kimi bölüb bütün sahəyə kartof əkib, birlikdə eyni məhsuldarlıqla 1200 kiloqram kartof yığdılar. Payına düşən kartofu kiçik qardaş hər birində 15, böyük qardaş hər birində 20 kiloqram olmaqla kisələri qablaşdırdı. Böyük qardaş özünə aid ADYC sahəsinin ətrafına hasar çəkdi. Bu hasarın uzunluğunu tapın. Yenə 3 bucaq. Baxın, bu bucaq alfadır. Bura betadırsa, onda burada betadır. Yəni 3 bucaq BD'yə oxşardır 3 bucaq BC aya. Bu 55-ci tapşırıq. BD-nin BC-yə, DY-nin C-aya, BY-nin B-aya nisbəti. Necə müəyyən edirsiniz? İlk iki hərfin ilk iki hərfə, son iki hərfin son iki hərfə, birinci, üçüncü hərfin birinci, üçüncü hərfə olan nisbəti. Pifagora görə biz BG-ni elə buradan tapa bilərik. BG kök altında 20 ilə 15-in kvadratları cəlmi.
400 plus 225 625. O da bərabərdir 25. Bura 25'dir. Onda olur 20 bölünsün BC bərabərdir. D'ye 15'dir. AC 30'dur. B'ye 25'dir. AB axtarılandı. Birinci bu tənasübdən gedək. BC bərabərdir 20 vur 30 böl 15. Bu da bərabərdir 40'dır. Əgər BC'nin uzunluğu 40'dırsa, YC'nin payına qalır 40 çıx 25, yəni 15'dir. İkinci isə buradan gedək. Demək, AB də bərabərdir 30 vur 25 bölünsün 15. Bu da bərabərdir 50'dir. Bu qədər 50'dirsə, onda DA da bərabərdir 50 çıx 20 bərabərdir 30'dur. İndi 55'in cavabı perimetr ADYC bərabərdir 30, 15 plus 30. Bu da bərabərdir 90 metrdir. Keçdik 56'ya. Deyir, yığılan kartof qardaşlar arasında yenə sahələrdə mütənasib olaraq bölünübsə, kiçik qardaşa neçə kiloqram kartof düşər? Oxşarlıq əmsalımız həmin bu 15'in 30'a nisbətidir. Yəni 2'də 1'dir. Bu nə deməkdir? SBD'nin SBC'ye nisbəti bərabər K kvadratı 4'də 1'dir. BD'nin sahəsi SBD'ye bərabərdir S'dir. SBCA bərabərdir 4S'dir. Onda SDYCA bərabərdir 4S'dən S'in çıxırıq, bərabərdir 3S'dir. Kartoflar əgər ki sahələrə nisbətən bölünübsə, onda SBD'nin SDYCA-ya nisbəti 1'in 3'ədir. Qardaşlar, 1200 kiloqram kartof yığıb, onu bölürük 1 ilə 3'ün cəminə, bu eləyir 300. Kiçik qardaş 300, böyük qardaş 1200'dən çıxırıq 300'ün, bu bərabərdir 900 kiloqram kartof yığıblar. İndi bizə nə tələb olunur? 57'də deyir ki, yenə bu yığılan kisələrdən təsadüfən ikisi götürülüb, yardım məqsədi ilə uşaq evinə göndərilib. Burada bir təmizlik işi aparaq ki, yazdığımızda artıq görünsün. Demək, göndərilən kisələrdən yalnız birinin 20 kiloqramlıq olma ehtimalını tapın. Kiçik qardaşda 300 kiloqram kartof var. O 15 kiloqramlıq kisələrə doldurub. Bu 20 kisə kiçik qardaşda. Böyük qardaşın 900 kiloqramı var. O 20 kiloqramlıq kisələrə bölüb. Bu da bərabərdir 45. 45 kisə də buradadır. İkisini götürək. Deyir, biri 20 kiloqramlıq olsun. Biri 20 kiloqramlıqdırsa, iki kisədən biri 20 kiloqramlıqdırsa, digəri 15 kiloqramlıqdır. Onda kombinzon 20'dən 1, vur kombinzon 45'dən 1, böl kombinzon 65'dən 1. 20'dən 1, 20'dir, 45'dən 1, 45'dir, 45, 65'dən 2, bu da 2. 65'dən 2, 65 vur, 64 böl 2, yəni 32. Baxaq, nə ixtisar gedir? 4'ə 5 dəfə, 4'ə 8 dəfə, 5'ə 9, 5'ə. Elə bu 5'dən də bu 5'ə aparardıq. Bunu heç bölməzdik. Bu qalsın da 5'dən də bu 65'ə aparaq 13 dəfə. 13'ü 8'ə vuranda 104, sürətdə də 45. Cavabımız 104'də 45. Çalışma, situasiya 20'də. Bir dənə oxuyaq yenə bunu. Deyir, məktəbin 9-cu sinif şagirdləri Novruz bayramında uşaq evi üçün 3 növdə cəmi 144 ədəd şirniyyat aldı. Paxlavaların sayı şəkərburaların sayından 6 ədəd çox,
qoğalların sayından 6 ədəd azdır. Hər şirniyyatdan nə qədər alındığını tapın. Demək, paxlavadır, şəkərburadır, bir də qoğaldır. Deyir, paxlavaların sayı şəkərburaların sayından 6 ədəd çoxdur. Yəni, şəkərbura x-dir, bu x plus 6-dır. Qoğalların sayından 6 ədəd azdır. Yəni, bu x üzərinə gəl 12-dir. Baxın, paxlavaların sayı, əgər şəkərburanın x götürsəm, paxlavaların sayı şəkərburadan 6 ədəd çoxdur. Qoğalların sayından 6 ədəd azdır. Hamısı birlikdə x plus 6 plus x plus 12 bərabərdir 144. Bu edir 3x bərabər 144-dən 18-in çıxsam, 3x bərabərdir 126, x də bərabərdir 3-ə böləndə 42 edir, 1-ə 42-dir, 1-ə 48-dir, digəri 54-dür. 48 paxlava, 42 şəkərbura, 54 qoğal vardı. Deyir, şagirdlər tərkibləri eyni sayda şirniyyatlardan ibarət xonçalar düzəltdilər. Bütün alınan şirniyyatları bu qayda ilə qablaşdırmaq üçün ən çox neçə xonça lazımdır? Nə edək? Birinci bunların əboblarını tapırıq. 48-in, 42-nin, 54-ün əbobu. 48-i 6 vur 8, 42-ni 6 vur 7, 54-ü 6 vur 9 yazsaq, neçə xonça olar? 6 dənə düzdür. 59-un cavabı 6-dır ki, hər birində 8 paxlava, 7 şəkərbura, 9 qoğal var. Deyir, təsadüf götürmüş bir şirniyyatın paxlava və ya qoğal olması ehtimalını tapın. Təsadüf götürmüş bir şirniyyatın şirniyyatların deyir, ölçüsü nəzərə alınmır. 144-də neçə dənə paxlava vardı? 48. Üzərinə gəldi. 144-də neçə qoğal vardı? 54. Bu da bərabərdir. 144-də toplasaq 102. Yəni, ixtisar aparaq bunları. Neçə gedir? Birinci ilə bölək də 6-ya düzdür gedirlər. 6-ya böləndə 24. Bunu 6-ya bölsəm 17. 24-də 17. Eynisi çalışma 21-dədir. Bunu da sizlə işləyək. Gül mağazasına hər biri 4 manatdan 40 ədəd qızıl gül, hər biri 5 manatdan 31 ədəd orxideya və hər biri 3 manatdan bir neçə zambaq deyir, alıb gətirdilər. Hər biri 4 manatdır, 40 ədəd qızıl güldür. Hər biri 5 manatdan 31 ədəd orxideyadır və hər biri 3 manatdan bir neçə zambaqdır. Bir dənə zambağı bilmirik də neçə dənədir, o x-dir. Deyir, mağazaya gətirilən zambaqların sayı 30-dan çox 40-dan azdır. Və zambaqların hamısını istifadə etməklə həm hər birində 5, həm hər birində 7 ədəd olmaqla zambaq buketləri bağlamaq olar. Onda belə çıxır ki, zambaqların sayı həm 5-ə, həm 7-yə bölünən ədəddirsə, onların əkobunu araşdırıram. 5-dən 7, bu bərabərdir 35. 35 dənə zambaqdır. Mağazaya gətirilən güllərin içində təsadüfən seçilmiş gülün qızıl gül və ya orxideya olması ehtimalını tapın. 40 ədəd qızıl güldür, 31 ədəd orxideyadır, 35 dənə də zambaqdır. 40 plus 31 plus 35. Bu da bərabərdir. Bu etdimi 106. 106 dənə bizim gülümüz var. Və onların içindən götürülən birinin qızıl gül və ya orxideya olma ehtimalı 106-da 40, üzərinə gəl 106-da 31, yəni 106-da 71-dir. Və burada deyir, qızıl gül və zambaqlardan istifadə etməklə 30, bunun hamısını görək ki, yuxarıdan sualın hamısını. Deyir, qızıl gül və zambaqlardan istifadə etməklə 30 manat dəyərində buket hazırlandı. Buketdən zambaqların sayı qızıl güllərin sayından 2 dəfə çox olarsa, buketdəki qızıl güllərin sayını tapın. Mən bilmirəm, qızıl gülləri x götürürəm, zambaqları y götürürəm.
4 manat qızıl gülü idi. 4x plus zambaqların sayın az öncə tapmışdıq. 35 dənə idi. Üzərinə gəl. Demək 3y bərabərdir 30 manat pul veribdir. Deyir, buketdəki zambaqların sayı zambaq y idi. Qızıl güllərin sayından 2 dəfə çox idi. Götürün burada y-in yerinə 2x yazıram. Onda olur. 4x plus 6x bərabər 30'dur. 10x'imiz 30'dursa x'imiz 3'dür. 3 qızıl gül var. Bizdən də soruşuyor qızıl güllərin sayı 3'dür. Baxaq. Situasiya 22'yə. Situasiya 22. 500 şagirdi olan məktəbdə 2 dərnək futbol və şahmat fəaliyyət göstərir. Hər şagird bu dərnəklərdən birində və ya hər ikisində iştirak edə bilər. Məktəbin şagirdlərinin 35% dərnəklərinin heç birində iştirak etmir. Gəlin birinci onu tapaq. 500'ün 35% iştirak eləmir. Yəni 175'i iştirak eləmirsə, iştirak eləyənlər 500'dən 175'ini çıxıram. 325 şagird iştirak edir. İndi deyir, məktəbin dərnəklərində iştirak edən şagirdlərin 13'də 2 hissəsi hər iki dərnəkdə iştirak edər. İştirak edənlər 325 nəfərdir. 13'də 2'yə vururam. Bu da eləyir 650 bölü 13, yəni 50 nəfər. İndi şahmat dərnəyində iştirak edənlər, baxın, gəlin belə bir eylər rəndə göstərək. Biri şahmat dərnəyidir, biri futboldur. Bu x-dir. Hər ikisində 50'dir, burada y-dir. Deyir, şahmat dərnəyində iştirak edənlərin sayı futbolda iştirak edənlərin sayından 2 dəfə azdır. Şahmatda nə qədərdir? X plus 50, düzdür. Bəs futbolda nə qədərdir? Y plus 50'nin böləcəm 2'yə. 2x plus 100 bərabərdir. Y plus 50'dirsə, onda y çox 2x bərabərdir 50'yə. Y ilə 2x'in fərqi 50'dir və x plus y plus 50'də hamısı birlikdə 325 deyilmi? Baxın, bunların hamısı. Gəlin, tərəf-tərəfə çıxaq. Bax, bunu sadələşdirirəm də. Birincində mənfiyə vuracağım. Mənfi y plus 2x mənfi 50'dir. X-dən y-in də cəmi bərabərdir 275. Tərəf-tərəfə toplasam 3x bərabərdir 200. 25'dirsə x-in 75'dir. Şahmat dərnəyində x plus 50 idi bərabərdir. 75 ilə 50 bu edəcək 125. Bu oldu. Şahmat dərnəyi x 75'dirsə x plus y plus 50'də 325 deyilmi? Hamısı birlikdə 325 idi. Həmin bu x-in yerinə 75 yazsam, onda y də bərabərdir 325'dən çıxıram. 175, bu da 370. Neçə edir? 200 elə. Bu bərabərdir 200. Çünki bundan çıxacağım 125'i bərabərdir. Bu da 200'dürsə, futbol dərnəyində olanlarda 200 plus 50 bərabərdir 250. Şahmat dərnəyində 125, futbol dərnəyində 250. Gedək 66'ya. Deyir ki, məktəbin ixtiyarı şagirdinin şahmat dərnəyində iştirak etməsi ehtimalını tapın. Az öncə dedik ki, şahmat dərnəyində, baxaq burada nə qədərdir? Bir dənə geridə onda yazmağımıza. 325 şagird iştirak eləyir və onun şahmat dərnəyi buydu, 125. 125'i şahmatdadır. 325 məktəbin ixtiyarı şagirdin deyir. Onda 500. Məktəbin ixtiyarı. Demir ki, burada iştirak edən 500. 500'də 125. Bu da eləyir 4'də 1. Yəni 0,25. Çalışma. Situasiya 23'də bir oxuyaq tapşırığı. Deyir ki,
Mağazaya gün ərzində gələn 150 nəfərdən 64-ü gələn. Yenə belə bir Eylervində göstərəcəm, daha rahat olsun. Gələn, bir də dəftər. Deyir 64-ü gələn və 90-ı dəftər aldı. 64-ü gələn, 90-ı dəftər alıb. Onlardan 48-i hər iki növ ləvazimatı alıbdı. Deyir, neçə nəfər mağazadan nə qələm, nə də dəftər aldı. Ləvazimat alanların sayları Eylerven diaqramında növlər üzrə deyir göstərin. Bunu da 64-dən 48-in çıxıram. Bu bərabər 16-sı yalnız qələm alıbdı. 90-dan da 48-in çıxıram. 42-si yalnız dəftər alıbdı. Deyir, neçə nəfər nə qələm, nə dəftər alıb? 150-dən çıxıram. Həmin bu 16 plus 48 plus 42-ni. Yəni 106-nı. Bu da bərabərdir 44. 44 nəfər, bu 67-nin cavabı idi. Nə dəftər, nə də qələm alıbdı. İndi 68. Yalnız bir növ ləvazimat alanlar mağazaya bütün günü gələnlərin neçə faizini təşkil edir? Bütün günü 150 nəfər gəlib. Deyir, yalnız bir növ ləvazimat alanlar. Bir növ ləvazimat alanlar. Baxın, bunlardır. Bir, bu 16, bir də 42. Yəni 42 plus 16. Bu da bərabərdir 58 böl 150. Çok olsa 2'ye gedər mi? 2'ye ixtisar gedər. Bir də buracıq alınan cavabı 100-ə də bu hissədə də ixtisar elə aparaq. 50'ye bölsəm 3 dəfə, bu 2 dəfə, 58 vur. Bu da bərabərdir 116 böl 3. 116'ı 3'e böləndə 38,3'də 2 faiz edər. Keçək üçüncünə. Gün ərzində mağazaya gələn ixtiyari bir nəfərin yalnız dəftər alma ehtimalını deyir tapın. Yalnız dəftər 42 nəfər alıb. Onu da buradan yer edək yenə yazmağımıza. Buradan alınır ki 150'dən 42 6'ya bölsən 25'də 7 bu cürdə qala bilər və ya onluq kəsirə çevirsək 0'dan %28. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.